Çöldə hava soyuq idi və xırda yağış yağırdı. Anam da dedi ki, Tahir gəl boğazadan xınqalı bişirək. Həm kömək ilə, həm də necə bişirilir öyrənərsən deməsi ilə Qax-Saxdala zonasına ayrı olan bu ləzzətli yeməyi hazırlamağa başladıq. Bu xınqalı hazırlamağa ilk öncə ətləri qazana atmaqla başlayırıq ki, öz xodunda bişsin. Xəngəli quru ətlə hazırlayırlar. Əgər yoxdursa təzə ətlə də eləyə bilərik. Ət bişən kimi suyunu azaldıb içində biraz saxlayırıq. Üzərinə 5-6 kartof düzürük. Ət hazır olana kimi öncədən xəmiri yoğurmuşduq ki, acısın. Hazır olduqdan sonra xəmiri incə, nazik şəkildə yayıb hər tərəfini yağlayırıq ki, bişmə prosesi zamanı bir-birinə yapışıb xəşil kimi olmasın. Hazırladığımız xəmir 3 nəfərlik xəngəl üçün nəzərdə tutulmuşdu. Sonra hissə isə kvadrat formasında ayırırıq və qazandakı ət və kartoşkanın üzərinə səliqə ilə düzüb bişməsini gözləyirik. Hazırlanma qaydasını tam şəkildə videonun aşağı hissəsində qeyd edəcəm. Əlavə onu da qeyd edim ki, saxurlara və avarlara məxsus bu yeməyi zonadan əlavə Bakıda yerləşən Qax-Saxdalaya aid restoranlarda da dada bilərsiniz. Stola servis edən zaman səliqə ilə hər birisini ayrıca qaba qoyuruq. Sonda ən əsas məsələ, bu xəngəl necə yeyilir? Kartoşkanı götürüb əzirik. Xəmirin üstünə əzilmiş kartoşkadan biraz qoyuruq. Davamınca ətdən qoyub suyundan da əlavə edirik. Dadını yeyənlər bilir ki, bu xəngəl necə ləzzətli olur. Yeyənlərə nuş olsun, yeməyənlərə də qismət olsun deyib sizlərlə sağollaşıram. Növbəti vloqlarda görüşənədək.